İnsanın daxili psixoloji aləmini, onun şəxsiyyətini tam dolğunluğu ilə göstərmək üçün bəzən rəssamlar onlarla rəng çalarlarından istifadə edirlər. Ancaq bəzən elə insanlara da rast gəlinir ki, onların rəsmini yaratmaq üçün bircə rəng bəsdir. Bunun üçün rəssama məhz o bir rəngi, qəhrəmanının yaşadığı ömrün məzmununa çevrilmiş o rəngi tapması kifayət eləyir. ...1955-ci ilin dekabr ayının 15-də Moskvadan Dehliyə uçan təyyarə sərnişinlərinin ağlına da gəlməzdi ki, bu reyslə Hindistan tarixinin yeni bir səhifəsinin əsası qoyulur. Cəbi bir neçə aydan sonra onların arasındakı bir nəfər, gənc Hindistan Respublikasının və onun vətəndaşlarının taleyində dönüş sayıla biləcək bir missiyanı yerinə yetirəcək. Bu adam Eyyub Tağıyev idi. 1955-ci ilin iyun ayında bütün dünyanın nəzərləri SSR Hindistan münasibətlərinin inkişaf axarına yönəlmişdi. Həmin vaxt Cavahirlər Nehrunun Moskvaya səfəri zamanı Hindistan və SSR arasında iqtisadi yardım haqqında müqavilə imzalanmışdı. Bu müqavilənin əsas müddəalarından biri də SSR-nin Hindistan neft sənayesinin yaradılmasına yardım etməsindən ibarət idi. Qərb mütəxəssisləri israrla Hindistanda neftin olmasını inkar edirdilər. Cavahirlər Nehru isə bunun arxasında nələr dayandığını gözəl bilirdi. Hindistan, Dehradun. Şəhər ətrafında yerləşən bu evdə yaşayan cənab Qanguli, Hindistan Neft Qaz Korporasiyasının yaranma tarixini lentə alan nadir fotoqraflardandır. Neft ehtiyatlarının qiymətləndirilməsi və geoloji kəşfiyyat işlərinin aparılması üçün Hindistana gəlmiş Sovet mütəxəssislərindən ibarət qrupu Hindistanın baş naziri şəxsən özü qəbul etdi və həmin görüşdə Nehru Eyyub Tağıyevə demişdi: "Bizə öz neftimiz lazımdır. Biz hər il qərb kampaniyalarından neftin alınmasına 200 milyon dollardan çox pul xərcləyirik." Elə həmin günlərdə Cavahirlər Nehrunun göstərişi ilə Hindistanın Təbii Ehtiyatlar Naziri Malaviyanın başçılığı altında bir qrup Hindistanlı mütəxəssis SSR-nin Neft Akademiyası sayılan Azərbaycana gəldi. Onlar neft sənayesinin işini, SSR-dən neft avadanlıqlarının alınması və Hindistanlı neft mütəxəssislərinin Bakıda təhsil imkanlarını öyrəndi. Həmin dövrdə kəşfiyyat qrupu artıq neftin olması daha çox ehtimal edilən ştatlarda kəşfiyyat işlərini başlamışdı. Nəticədə Sovet geoloqları Assam ştatındakı neft ehtiyatlarının 5 milyon tona yaxın olması ehtimalını rədd edərək, burada ən azı 30 milyon ton neft olduğu qənaətinə gəldilər. Artıq 1956-cı ilin martında Hindistan hökumətinə ölkənin neft ehtiyatları haqqında hesabat təqdim edildi və 1956-61-ci illərdə neft və qaz kəşfiyyatı üzrə görüləcək işlərin dəqiq planı hazırlandı. Tağıyevin və köməkçilərinin proqnozları özünü doğrultdu. Remembrance means one thing you will understand. In those days, ONGC used to form, ONGC used to start the work and the other things. Hindistan Milli Neft Qaz Korporasiyası yeni yaranan vaxtlarda əgər ayın 30 günü varsa, onun 22-sini biz Dehradundan kənarda olurduq. Ayın heç 7 gününü evdə olmurduq. Bu düz 15 il beləcə davam elədi. Our main man was, while first came in Ankleshwar project, Bizə bir Rus mütəxəssis rəhbərlik eləyirdi. Birinci neft quyusu Suratda qazılmışdı. Məndə onun fotoları var. Gradually, we reached to Assam, where Bir dəfə biz Assama çatanda gördük oradan güclü alov qalxır.
10-15 gün bu alovu müşahidə elədik. O daim yanırdı. Ruslar oda davamlı paltarlarda çox çətin şəraitdə orada işləyirdilər. Bu qaz yatağı idi. Overcoat, which is against this what we call fire. 1956-cı ilin yayından başlayaraq Hindistanlı neftçilərin təhsil almaq və təcrübə keçmək üçün Azərbaycana göndərilməsinə başlandı. Rəsmi olaraq bu əməkdaşlıq iki dövlət, Hindistan və SSR arasındakı əlaqələr kimi qəbul olunsa da, artıq burada Azərbaycan xüsusi çəkiyə malik idi. Hindistanın vitse-prezidentinin Bakıya səfəri SSR-nin neft mərkəzi sayılan bu diyara Hindistanın rəsmi dairələrinin nə qədər böyük önəm verdiyini göstərirdi. Çünki təkcə rəsmi səviyyədə deyil, həm də mədəniyyət və incəsənət sahəsində də Azərbaycan-Hindistan əlaqələri ayrıca bir xətt kimi inkişaf edirdi. Bu, əslində münasibətlərdə yenilik yox, tarixin dolanbaclarında unudulmuş əlaqələrin bərpası idi. Ruslar bizə çox kömək elədi. Bizim qazmaçılar, mühəndislər, fəhlələr hamısı Rusiyaya təcrübə keçməyə göndərildilər. Bilik, təcrübə qazanıb, geri döndülər və işə başladılar. Rusiya həmişə bizə kömək eləyirdi. Biz hara gedirdiksə, Anglişvarda, Racastanda, Assamda, hər yerdə Rusiya bizim yanımızdaydı. Say it is Ankleshwar, say it is Rajasthan, say it is Assam, say it is Kanyakumari, all the places. 1958-ci ilin sonunda Pəncabda Sovet mütəxəssisləri tərəfindən qazılmış bir nömrəli neft quyusu 1500 metr dərinlikdən fontan vurdu. Eyüp Tağıyevin gündəliyindən. Bu quyunun qazılmasına başlamazdan əvvəl hindlilər birdən-birə tərəddüd etməyə başladılar. Söz-söhbət başladı ki, əgər quyu boş olsa, xərcləri kim ödəyəcək? Onda mən onlara dedim ki, əgər quyu neft verməsə, bütün xərcləri mən özüm ödəyəcəm. Quyu fontan vuranda mənə yüksək məbləğdə mükafat təklif etdilər. Təbii ki, mən bunu götürə bilməzdim və mən onlara dedim ki, mən buraya pul qazanmağa yox, Sovet hökumətinin tapşırığı ilə sizə kömək eləməyə gəlmişəm. Hansısa strateji istiqamət üzrə xarici ölkədə olan hər bir insan öz peşəsi ilə bərabər həm də diplomat olmalıdır, siyasətçi olmalıdır. Peşə fəaliyyətindən daha çox bu sahədə səhv eləmək olmaz. Peşə fəaliyyəti belədir ki, bu yaradıcı işdir. Deyə bilərsən ki, bacardığımızı elədik, belə alındı. Burada səni bağışlaya bilərlər. Belə misallar milyonlarladır. Məsələn, onlar Amerikalıları bağışladılar ki, neft tapa bilmədiklərinə görə Amerikalılarla əlaqələri kəsmədilər ki, hələ bir Amerikalıların daim gözünün sənin üstündə olduğu bir vəziyyətdə nə isə düzgün eləməyəsən. Tağıyev orada əsas simalardan və faktorlardan biri idi. Kimə, nəyi, nə zaman, hansı mərhələdə məlumat vermək olar, nəyi hələ olmaz. Bunlar hamısı böyük siyasətdir. İqtisadiyyat həmişə siyasətlə bağlı olub. Buradasa iki qat bağlıdır. Çünki söhbət çevrilişdən gedir. Sonralar Anglişvarda Eyüp Tağıyevin təkidi ilə Hind və Sovet mütəxəssislərinin birgə qazdığı ilk quyunun yerləşdiyi ərazidə bu əlamətlər hadisənin şərəfinə abidə ucaldıldı. Əgər məsələn, onlar deyirdilərsə filan yerdə neft var, orada qazmaq lazımdır, o saat oraya komanda göndərilirdi. Və yaxud, əgər deyirdilərsə yox, deməli orada neft yoxdur. Onlar peşəkar idilər
və nefti də Gujaratda, Rajastanda, Bombay qülləsində onlar tapdılar. And then you see Bombay High. Bombay High, yes, Bombay High also. Hindistan öz neftinin olduğuna inandı və növbəti 5 il üçün neft sənayesinin inkişaf planı təsdiq olundu. Tağıyev isə Hindistan dövlət idarəçiliyində neft üzrə ömürlük müşavir təyin olundu. Мне отец просто рассказывал, что он был по рекомендации Эйюба Исмайловича. Eyyub İsmayloviçin zəmanəti ilə mənim atam Tağıyevin dövründə də, ondan sonra da bir neçə il orada işləyib. Onun davamçısı olaraq. O danışırdı ki, Hindistanda həlli çox çətin görünən istənilən məsələni, məsələn, hardasa qazma qurğusu gətirmək lazımdır. Bu da çox bahadır. Avadanlıq yoxdur. Məmurlar gedir, yalvarır, amma xeyri olmur. Чиновники ходили, клянчили, просили, ничего не получалось. И тогда отец был... Onda atam Tağıyevin gəlişindən sonra orada kifayət qədər yüksək vəzifədə idi. Və o deyirdi ki, belə hallarda mənim ancaq bir yolum qalırdı. Mən o yüksək vəzifəli məmurun yanına gedib deyirdim ki, elə bu saat Moskva ilə, Eyyub İsmayloviçlə danışdım və o məsləhət gördü ki, bax filan yerdəki avadanlıqları filan yerə köçürmək lazımdır və o başqa çıxış yolu görmür. Другого выхода он не видит. Я спрашиваю вас, Наум Ильич говорит, я спрашиваю, есть у вас какие-то... Deyirlər, Tağıyev soyadını eşidən kimi məmurun o saat üzünün ifadəsi dəyişirdi. Hər şey bizim istədiyimiz kimi olurdu. Yəni, orada onun nüfuzu çox yüksək idi. Cəvahirlər Nehru kimi bir insanla yanaşı dayanmaq üçün çox yüksək nüfuz lazım idi. Bu da onda var idi. Для того, чтобы попасть вот рядом с Джавахарлалом Неру, это легендарный президент Индии, и, в общем, надо было быть человеком очень высокого авторитета. Он у него был. 1955-ci ildə yaradılan Hindistan Milli Neft Qaz Korporasiyasının baş ofisi Dəhrədun şəhərində idi. Korporasiyanın yarandığı vaxt yerləşdiyi bina indi Hindistanın Neft Tarixi Muzeyidir. Muzeydə Eyyub Tağıyevlə, vaxtilə burada çalışmış Azərbaycanlı neftçilərlə bağlı çox sayda materiallara rast gəlmək olur. Burada hələ də çoxlarının ruslara bənzəməyən Rus mühəndisi kimi xatırladıkları Eyyub Tağıyevin fövqəladə qabiliyyətləri haqqında az qala miflər və əfsanələr söyləyirlər. Ancaq onun ömür yoluna nəzər salanda böyüdüyü və tərbiyə aldığı mühitin və fövqəladə istedadının dayandığına əmin olursan. Hindistana gələnə qədər Eyyub Tağıyev artıq ölkə miqyasında kifayət qədər nüfuza malik tanınmış mütəxəssis sayılırdı. В этом доме по Большой Крепостной 38 в 1912 году Eyyub İsmayıloğlu Tağıyev 1912-ci ildə Böyük Qala küçəsi 38 ünvanında yerləşən bu evdə dünyaya gəlib. Atamla o əmi uşağıdır və deməli mənim əmim düşür. Onlar necə deyərlər, köklü içəri şəhərli idilər. Onun babası da, atası da bu binada yaşayırdılar. Onun babası Ağadadaş tacir idi. Atası isə maliyyəçi idi. Sovet hakimiyyəti qurulana qədər o, Tereshchenko qardaşlarının firmasında kontor müdürü işləmişdi. Sovet hakimiyyəti qurulandan sonra o əvvəl müxtəlif maliyyə idarələrində işləyib. Ömrünün sonuna yaxınsa Azərbaycanda bank müdürü vəzifəsində işləyirdi. Eyyub Tağıyev bu yaxınlıqda, Tolstoy küçəsində yerləşən bir nömrəli məktəbdə oxuyurdu. 16 yaşı olanda Eyyub Neft və Kimya İnstitutuna, indiki Azərbaycan Dövlət Neft Akademiyasına daxil oldu. 1932-ci ildə institutu bitirdikdən sonra onu Lökbatana, puta qazma kontoruna göndərirlər.
Qabiliyyəti və istedadı yüksək qiymətləndirilən gənc mühəndis kontor rəhbərliyi tərəfindən qazma maşınları şöbəsinə baş konstruktor təyin edildi və sonralar Eyyub Tağıyev bütün taleyini bu işlə bağladı. 1937-ci ildə Bakıda Suraxanı xüsusi eksperimental qazma kontoru yaradıldı. Bakının və Moskvanın ən istedadlı mühəndislərinin cəlb olunduğu bu kontora 26 yaşlı Eyyub Tağıyev rəhbərlik edirdi. Kollektivin qarşısına dərinlik mühərriklərinin və qazma maşınlarının prinsipcə yeni konstruksiyasını yaratmaq tapşırığı qoyulmuşdu. Belə bir qrupun yaranması özü çox maraqlı bir hal idi. Belə baxanda onların üzərində heç bir rəhbərlik yox idi. Onlara heç kim rəhbərlik eləmirdi. Bu, ən yüksək səviyyədə yaradılmış ayrıca bir qrup idi. Əlbəttə, ən yüksək səviyyədə hökumət və mərkəzi komitə səviyyəsində bu işlər kurasiya olunurdu. Amma bu da işə rəhbərlik yox, kömək məqsədi ilə edilirdi. Bu yalnız kömək idi. Nə partiyanın mərkəzi komitəsi tərəfindən, nə də yuxarı elmi təşkilatlar tərəfindən heç kim bu işə rəhbərlik eləmirdi. Bax, bu belə bir qrup idi. Xüsusi eksperimental qazma kontoru. Həmin dövrün ifadəsi ilə bu belə də adlandırılırdı. Onların o zaman yaratdıqları dərinlik mühərrikləri, maili qazma qurğuları və üfüqi qazma qurğuları ilə bugün bütün dünya qazır. Ola bilsin, forma dəyişib, amma mahiyyət qalır. Onlar əvvəl 40 pilləli, daha sonra isə 100 pilləli reduktorsuz qazma maşınlarını yaratdılar. Dünya praktikasında ilk dəfə olaraq gil məhlulunda işləyə bilən maşın yaradıldı. Bu kadrlarda Tağıyev yeni yaradılmış qazma qurğusunun iş prinsiplərini neftçilərə izah edir. Yəqin ki, gənc mühəndisin ağlına da gəlmir ki, onun bu ixtirası bütün dünyada neft qazması sahəsində inqilabı dəyişiklik kimi qəbul ediləcək. Bu işdə Sovet İttifaqı pioner oldu. Bu çox az təsadüf olunan hallardan biri idi. Çünki bu işin görülməsinə vaxt tələb olunurdu. Müharibə şəraiti çox sürətli qazma tələb eləyirdi. Adi qazmada belədir ki, aşağıda balta olur və bütün boru dəstini fırlatmaq lazım gəlir və çox asta fırlanır. Nəticədə də quyu çox gec qazılır. Turbin qazma maşınını ora yerləşdirəndəsə, bütün boru dəstini fırlatmaq lazım gəlmirdi. Sadəcə olaraq ora maye vurulurdu. Turbin fırlanırdı və bütün baltanı işlədirdi. Nəticədə qazma sürəti xeyli artdı və tankları, aviasiyanı, sənayeni hərəkətə gətirən neft nəzərə çarpacaq dərəcədə tez çıxarılırdı. Ola bilsin ki, buna görə bu ixtira pioner sayılırdı. Amma sonralar, hardasa 50-ci illərin sonuna yaxın, bunların ilk nümunəsinin lisenziyası Fransa və Amerika tərəfindən alındı. Onlar bura bəzi dəyişiklik eləyərək öz turbin qazma maşınlarını yaratdılar. Öz tarixində, bəlkə də bəşər tarixində ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları Sovet İttifaqından nəsə alırdı. Bu, Tağıyevin rəhbərliyi ilə işlənmiş həmin o turbin qazma maşınları idi. Bu, indiki təbirlə desək, kritik texnologiya idi. Onlarda kütləvi şəkildə maili quyular qazılmalı idi. Bizdə o zaman quyuların 80, az qala 90% turbin qazma üsulu ilə qazılırdı. Burada məsələ pulda deyildi. Bu, prestij məsələsi idi. İtiraf olunmalı idi ki, Birləşmiş Ştatlar qazma sahəsində nəyisə eləyə bilmir. Bu, onlar üçün nəsə dəhşətli bir şeydir. Təsəvvür eləyirsiniz. Bu məsələni Konqres həll eləyirdi. Bunun məhsulu alan Dresden Industries kompaniyası yox, Birləşmiş Ştatlar Konqresi həll eləyirdi. Amma əslində azad bazar qanunları ilə götürsək, firma hər dəfə Konqresdən soruşmamalıdır ki, nəyi alaq, nəyi yox. Amma bu məsələni Konqres həll edir. Bax, turbin qazma maşınları həmin dövr üçün bu deməkdir.
Понимаете, вот что такое был натурбобор в те времена. İkinci Dünya Müharibəsinin başlanması ilə Bakı neftinə tələbat kəskin sürətdə artdı. Ölkənin neftə olan tələbatının 75%-ni Bakı ödəyirdi. Ancaq 1942-ci ilin yayında Qafqaz cəbhəsində vəziyyət ağırlaşmağa başladı. Düşmən Zaqafqaziyaya yaxınlaşdıqca Xəzər dənizi nəqliyyatında gərginlik daha da artırdı. Azərbaycan ölkə ilə yalnız dəniz vasitəsilə əlaqə saxlayırdı. Şimali Qafqazın işğalı Zaqafqaziyanın mərkəzi sənaye rayonlarından təcrid eləmişdi. Ölkə rəhbərliyi SSR-nin şərq rayonlarında neft axtarışları haqqında düşünməyə başladı. SSR Dövlət Müdafiə Komitəsinin əmri ilə Bakı eksperimental qazma kontoru tabiçiliyində olan Məsnikov adına zavod da daxil olmaqla bütün avadanlıqları ilə birgə Perm vilayətinin Krasnokamsk şəhərinə köçürdü. Отец отвечал за посадку. Значит, выезжала вся контора бурения со всем... Yüklənmək üçün cavabdeh atam idi. Bütün qazma kontorunun alətləri, avadanlıqları bura yüklənirdi. Yadımdadır ki, 41-ci ilin payızı idi və mən şubada idim. Mənim onda 3 yaşım olardı. Təsəvvür eləyin ki, kanatlarla sahildən gəmiyə çəkilmiş trap suyun, dənizin üzərində yellənirdi. Anam bir əli ilə mənim əlimdən tutmuşdu, o biri əli ilə isə körpə qardaşımı saxlayırdı. İnsan axını keçdikcə trap gah əyilir, gah da silkələnirdi. Мама держит грудного ребенка на руках, она меня держала за руку, а так как бы вот прогибающийся и шевелящийся такой, идет толпа людей, понимаете? Naum İliç Buyanovski də köçürülməyə nəzarət eləyənlər arasında idi. Təbii ki, o hamıya ayrıca nəzarət eləyə bilməzdi. Yadımdadır ki, mən trapın kənarındakı tutacaqlardan tutub ora çıxanda aşağıda suyu gördüm və çox qorxdum. Sonra bizi aşağıda trumlarda yerləşdirdilər və gəmi yola düşdü. Əvvəl Xəzər dənizi, sonra Volqa çayı və nəhayət Kama çayı ilə. Sonra bizi bir kənddə düşürdülər. Bir evə yerləşdirdilər. Hamını bir yerə. Biz yerdə yatırdıq. Üstümüzlə sıçanlar, tarakanlar qaçışırdı. Orada biz hardasa 2 sutka qaldıq. Sonra bizi oradan çıxarıb hamının ağ ev adlandırıldıqları binada yerləşdirdilər. Bu əslində barak idi. Bizim orada evimiz yataq otağından, geniş dəhlizdən və böyük Rus sobasından ibarət idi. Atam, anam, mən, qardaşım Elmar və bizim Kuçumova nənə çağırdığımız dayəmiz orada yaşamağa başladıq. Там, значит, мама, папа, я, Эльмар и наша няня, бабушка Кучумова, как мы ее называли. Tağıyevin qrupu burada, 2-ci Bakıda yeni neft yataqlarının axtarışlarını başladı. Ancaq Ural ətəklərində süxur qatı bərk olduğundan ənənəvi qazma üsulları burada problem yaradırdı. Ona görə də yeni tip qazma baltaları yaratmaq lazım gəldi. Когда их эвакуировали, всю эту контору бурения, evakuировали в Краснокамск. Bütün qazma kontorunu Krasnokamska evakuasiya eləyəndən sonra, əgər onlar Bakıda ilk sınaq quyularını qazmışdılarsa, Krasnokamskda ilk sənaye quyularını qazdılar. Artıq müharibə vaxtı neft bu üsulla çıxarılırdı. Yeri gəlmişkən, bu da müharibənin taleyində müəyyən rol oynadı. Bu şişirtmə deyil, bu ikinci Bakının mənimsənilməsi idi. Birinci, yəni əsas Bakı ilə bir müddət əlaqə kəsilmişdi və strateji cəhətdən bütövlüklə Bakıya ümid olmaq mümkün deyildi və əlavə neft mənbəyi lazım idi. Onda belə mənbə ikinci Bakı oldu. Oradakı quyular da məhz Tağıyev, Gusman və başqalarının ixtira elədiyi bu qurğularla qazıldı. Və bu ixtirasına görə o 1942-ci ildə SSR Dövlət Mükafatı laureatı oldu. Ancaq bundan sonra Eyyub Tağıyev daha 2 dəfə 1948-ci ildə maili qazma üsulunun ixtirasına, 1951-ci ildə isə ikilüləli qazma üsulunun ixtirasına görə bu mükafata layiq görüləcək və SSR tarixində bu mükafatı 3 dəfə almış nadir şəxsiyyətlərdən biri olacaqdı.
1945-ci ildə xüsusi dövlət tapşırığı ilə Eyyub Tağıyev öz sevimli peşəsindən ayrılmağa məcbur oldu. Ona Almaniya ərazisindəki müəssisələrin sökülməsi, avadanlıqların, alətlərin və materialların neft sənayesində istifadəsi üçün SSR-yə daşınması işinə nəzarət üzrə SSR Xalq Neft Komissarlığının xüsusi nümayəndəsi vəzifəsini icra etmək tapşırığı verildi. Həmin vaxt onun təşəbbüsü ilə Azərbaycanda radiotexnika sənayesinin yaradılması üçün Avropanın ən müasir və nəhəng radio zavodu Telefungen sökülərək Azərbaycana getirildi. Bura Ümumittifaq Elmi Tədqiqat Qazma Texnikası İnstitutunda Eyyub Tağıyevin yaratdığı turbovibratorlar laboratoriyasının ərazisidir. Müharibədən sonra Eyyub Tağıyev öz ixtiralarını ilk dəfə bu laboratoriyada sınaqdan keçirirdi. Ancaq onun əsas fəaliyyəti Gubkin adına institutda, indiki Rusiya Qaz və Neft Akademiyasında neft sənayesi üçün kadrların hazırlanması ilə bağlı idi. Bizim Eyyub'la tanışlığımız, dostluğumuz, əməkdaşlığımız bununla yaranıbdır ki, ben onu en yakından tanımışam ki, o Moskva Neft İnstitutu'nun prorektörüdür. Ben ise 20 yıl Azerbaycan Neft Kimya İnstitutu'nun rektörü, indi Neft Akademiyasıdır o. Onun rektörü olmuşam ve biz bir yerde meştaşlık edemişiz. Bizim bir yerde şuralarımız olubdur. Elmi Tekniki Şura olubdur. Elmi Tekniki Şura'nın olan rəhbərlərindən biri olubdur. Eyyub, Elmi Metodik Şura'nın, tədris hissəsinin, Elmi Metodik Şura'nın sədri isə mən olmuşam. Ona görə biz bir yerdə əməkdaşlıq eləmişik. Tez-tez görüşmüşük. Eyyub elə bir şəxsiyyətdir ki, o insanları həm dinləməyə qabiliyyəti böyükdür. Hem dinlemeye kabiliyeti büyüktür. Hem de insanları öğretmeye kabiliyeti büyüktür. Ona göre ondan çok şey öğrenmek olardı. Ona göre benim ondan şəxsi əlaqələrim benim tercüme halimin güzel bir hissəsidir. Eyyub öz şəxsiyyəti nöqteyi çok güzel, yaxşı insan idi. Temiz adamıdı. Çok büyük intelekte malik şəxsiyyətdir. Onun o intelekti ve bunu bizim için çok elverişliydi o noktayı üzerinden ki o cür intelektual bir şəxsiyyət xaricə gedir ve haricdə Azərbaycan millətini temsil edirdi. Gubkin adına institutda qazma proseslərinin texnologiyası və tədqiqi kafedrasına rəhbərlik eləsə də, ona SSR Neft Sənayesi Nazirliyinin qazma üzrə baş idarəsinin rəis muavini vəzifəsini tərk etməyə icazə vermirdilər. Birazdan sonra isə Eyyub Tağıyev Gubkin adına institutun elmi işlər üzrə prorektor oldu. Вообще это очень интересный, это удивительный человек. O çox qəribə insan idi. Пришел к выводу, что у человека Mən belə bir nəticəyə gəlmişəm ki, insanın bir yox, 3 müxtəlif şuuru ola bilər. Birincisi, ümumi şuurdur ki, onun vasitəsilə insan ətraf mühitə uyğunlaşa bilir. İkincisi, peşə şuurudur. Xüsusi şuurdur ki, birinci ilə heç bir əlaqəsi yoxdur. Amma üçüncü şuur, bu sosial şuurdur. Yəni insan yer kürəsindədir və o heç yerə gedə bilməz. Bu fəlsəfi bir şeydir. Это он философский, это осмысление, он как бы пассивный. Mən həyatım boyu rast gəldiyim insanlardan kimsə çox nadir hallarda bu üç şuurun üçünə də yüksək səviyyədə malik olub. Çox sonralar, bəlkə də 10-15 il bundan əvvəl mən bu nəticəyə gəlmişəm ki, Eyyub İsmayıloviç bu üç şuurun üçünə də yüksək səviyyədə malik olan, bəlkə də yeganə şəxsiyyətdir. Bax elə buna görə də o istər istehsalat sahəsinə rəhbərlik eləyəndə,
İstər elm sahəsinə rəhbərlik eləyəndə, istərsə də siyasi, administrativ işdə olanda, hətta dövlət başçıları ilə, Cavahirlər Nehru ilə, Braziliya prezidenti ilə görüşlərində də eyni dərəcədə uğur qazanırdı. Doğrudan da onun həyatda nəinki uğursuzluğu, bir dəfə də olsun büdrəməsi yox idi. Bütün bunlar onda ona görə belə uğurlu, büdrəməsiz alınırdı ki, onda bax bu üç şuur çox yüksək səviyyədə idi və onlar zahirən əlaqəli olmasalar da bir-birinə kömək eləyirdi. Не то что провалов, а вот сбоев даже реальных не было, потому что вот, видимо, вот эти три ума, они были развиты очень высоко, что очень редко бывает, и один подстраховывал, видимо, другой. O, daxili dünyasındakı saflıqdan, bütövlükdən xəbər verən səmimiyyəti və xeyirxahlığı, şən və zarafatçıl olması ilə hər bir kəsin ürəyində özünə yer tapa bilirdi. İstər bir neçə saatlıq onunla ünsiyyət quran, istərsə onunla illərlə yoldaşlıq, dostluq edən hər bir kəsin yaddaşında beləcə yaşayır. Yaddaşlarda davam edən ömrün isə öz qanunları var, vaxt qanunları. Bu vaxt dayana bilir, geri axa bilir, sürətlənə və yaxud da yavaşaya bilir. Bu, insanın ikinci ömrüdür. Когда было 25 лет мне, Mənim 25 yaşım tamam olanda atamın da 50 yaşı tamam с olurdu. разницей в 2 года. Bizim evimizdə bayram təşkil eləmişdik. Atamın yanına öz dostları, mənim də yanıma öz dostlarım gəlmişdi. Bunlar əsasən tələbə qızlar və oğlanlar idi. Onda biz hələ çox cavan idik. Bu çox qəribə bir bayram idi. И это был удивительный праздник. В одной большой комнате собрались. Otaqların birində atam öz yaşlı dostları ilə oturmuşdu. O birində isə mənim dostlarım. Təxminən 1-2 saatdan sonra biz hiss elədik ki, bizim qızlarımız yanımızda yoxdular. Onlar hamısı asta-asta qonşu otağa keçiblər. Mən soruşanda ki, nə baş verir qızlar? Mənə izah elədilər ki, orada elə cazibədar bir əmi var ki, ona vurulmamaq mümkün deyil. Onun incə yumoru, rayalda ifa eləməyi, rəqslər, bir sözlə, bütün qızlar hamısı ona vurulmuşdu. Belə baxanda bunlar hamısı anlaşılandı. Çünki o çox şən adam idi. 1963-cü ilin çiskinli mart günündə Braziliyanın dövlət bayrağını daşıyan kortej Şeremetyevo aeroportundan hökumət evinə doğru şütüyürdü. Prezident Getulio Vargas'ın müəmmalı intiharından sonra ölkəni idarə edən vitse-prezident Goulart yol boyu hisslərini gizlətməyə çalışsa da, onun həyəcanlı olduğu nəzərdən qaçmır. Bir neçə saatdan sonra Sovet rəhbərləri ilə görüşdə Goulart Braziliyanın milli neft sənayesinin yaradılmasına kömək üçün rəsmi müraciət elədi. Ölkə rəhbərliyində isə bu vəzifəni kimə etibar etmək lazım olduğunu gözəl bilirdilər. 1963-cü ilin aprelində Tağıyev artıq Braziliyada idi. Onların gəlişindən xəbər tutan bəzi qərb mütəxəssisləri deyirdi: Sovet mütəxəssisləri təbiətə hökm eləyə bilməzlər. Braziliyada neft axtarmaq havayı vaxt itkisidir. Yarım ilə yaxın Tağıyev öz həmkarı Ernest Bakirovla bərabər Amazon çayının vadisini tədqiq etdi. İlkin proqnozlar bütün Braziliyanı silkələdi. Braziliyanın prezidenti João Goulart televiziya ilə bəyanat verdi. Bəziləri bizim ehtiyatlarımızın məhdud olmasını bəyan etsə də, yeni yataqların tapılması bizim üçün çox vacibdir. Bu yaxınlarda ölkəmizdə olan Sovet mütəxəssisləri Tağıyev və Bakirov uzun və gərgin fəaliyyətdən sonra Braziliyada böyük neft ehtiyatlarının olması haqqında təqzib edilməz dəlillər təqdim etdilər. Bundan sonra Petrobras şirkətinin rəhbərliyi onlardan ölkəmizdə qalma müddətini biraz da uzatmağı xahiş etdi. Eyüp Tağıyevin gündəliyindən və biz daha yarım il qalmalı olduq. Təyyarələrdə, gəmilərdə, avtomobillərdə, qayıqlarda və barjalarda 40 dərəcə istidə cəngəlliklərdən, daşlı və kaktuslu çöllərdən keçərək yüksək rütubət və həşəratların müşahidə ilə
25 bin kilometrdən artıq məsafə qət etdik. Və hər gün daha artıq əmin olduq ki, Braziliyanın dərinliklərində nəhəng neft və qaz ehtiyatları gizlənir. Они жили в отеле прямо на пляже. Onların qaldıqları otel sahildə idi. Yaxınlığında isə Copacabana adlanan çimərlik yerləşirdi. O qaldığı otelin şəkli olan atkritka tapmışdı və otağının pəncərəsini nişanlamışdı. Ernest Bakirov danışırdı ki, hava çox isti olduğundan onlar işə çox tez başlayırmışlar və günortaya işlərini qutarırlarmış. Deməli, onlar mehmanxanaya yaxınlaşanda görürlər ki, orada uşaqlar futbol oynayırlar. O, mehmanxanaya çatmamış, ayaqqabılarını soyunar və uşaqlara qoşulub futbol oynayarmış. Təsəvvür eləyirsiniz, balaca uşaqlarla. Bakirov deyir, baxıram, mən 12 yaş ondan kiçiyəm, taqətim yoxdur, ancaq bu futbol oynayır. Əlbəttə, onu Petrobrazda çox qiymətləndirirdilər. Çünki Amerikalılar onlara qədər demişdilər ki, Braziliyada neft yoxdur, ancaq onlar orada neft tapmışdılar. Onlar Rio de Janeiro'ya qayıdanda Jurnal de Brazil'də bu barədə geniş bir məqalə verilmişdi və qəzetin birinci səhifəsində Ernest Bakirovun əlində portfellə fotosu çap olunmuşdu. Şəklin altında isə yazılmışdı: Braziliya neftinin bütün sirləri bu portfeldədir. Вы знаете что, значит, когда в любой стране İstənilən ölkədə, istər Bruneydə, istər Burundidə, harda olur olsun, neftin, böyük neftin tapılması bütün dünyada rezonans doğurur. O saat bütün dünyadakı energetik balansı dəyişir. Dünya ölkələrinin pozisiyalarında yerdəyişmələr əmələ gətirir. Bu, transatlantik, transkontinental daşımalar və Allah bilir daha nələrdə dəyişikliklər deməkdir. Ona görə də istər Hindistanda, istərsə də Braziliyada neftin tapılması dünyada energetik balansı dəyişdi. Neftin kəşfi. Nə danışırsınız? Bu çox böyük işdir. Moskvaya qaydanda Eyyub Tağıyevi daha bir sürpriz gözləyirdi. İnstitut rəhbərliyi dəfələrlə doktorluq dissertasiyası müdafiə etmək üçün ona sənədlərini toplamağı təklif etsə də, hər dəfə bir bəhanə ilə bundan boyun qaçırmışdı. Ancaq o elmlər doktoru olmasa da 50-dən yuxarı kitabın, monoqrafiya və elmi məqalənin müəllifi idi. Qiymətli kəşflərə görə 18 beynəlxalq patenti vardı. 1965-ci ilin dekabrında Tağıyev ezamiyyətdə olanda Gubkin adına İnstitutun Elmi Şurası tərəfindən ona müdafiə etmədən texniki elmlər doktoru dərəcəsi verildi. Heç bir şeydən xəbəri olmayan Eyyub Tağıyevi Ali Attestasiya Komissiyasına dəvət etdilər və təntənəli surətdə elmlər doktoru diplomunu ona təqdim etdilər. Bizim çoxlu neft sahəsində mütəxəssislərimiz var. Güclü mütəxəssislərimiz var. Güclü alimlərimiz var. Ancaq mən heç kəs məndən inciməsin. Bir mənalı deyirəm. Eyyub Tağıyev bu şəxslərin birinci sırasında gedir. Birinci sırasında ona görə mən bir də deyirəm ki, onun üsulu bütün dünyaya yayılmışdır. Onun bu nailiyyəti, bunun neftə, texnikaya verdiyi bu ixtira bunu dünyada məşhur edibdir. Bu günləri neft strategiyasının yerinə yetirilməsinin əsas amillərində biri də Eyyub Tağıyevin ixtira etdiyi və bu gündə inkişaf etdirdiyi və bu gündə inkişaf olan o demək ixtiradır. Ona görə xalqımız, millətimiz, elmimiz, texnikamız, nəinki bizim, bütün dünyanın neft texnikası, neft elmi Eyyub'a çox borcludur. Nə qədər illər keçsə də onun borcundan çıxmaq mümkün deyil. Yenə də Hindistan. Qəhrəmanımız haqqında bu hekayətimizin sonunda yenidən Hindistana dönməyimiz təsadüfi deyil.
1956-cı il 1 yanvar ayının 25-dən 26-sına keçən gecə. Onda Eyüp Tağıyev bir neçə aydır ki, Hindistanda idi və mehmanxanadakı otağında gündəliyini yazırdı. Bugün Hindistanın Respublika elan olunmasının 5 illiyidir. Hamı sevinir, şənlənir. Sabah isə mənim 44 yaşım, hələ pasportla götürsək 45 yaşım tamam olur. Nədənsə həmişə ad günlərimdə çox kədərli, qayğılı oluram və qəribədir ki, həmişə də ölüm haqqında fikirləşirəm. Vaxt isə gedir. Həyatımın daha bir ili getdi. Bəs yaxşı, günlər görəsən nə qədər qalır? Maksimum 10 vur 12-yə 120. 120 ay. Yox, bu deyəsin çox oldu. 6 vur 12-yə 72 və vəssalam. Sonunda demək olar ki, qoca kişi olacağım. Последний раз Eyüp İsmayılovich Tağıyeva Axırıncı dəfə mən Eyüp İsmayılovich Tağıyevlə 1966-cı ildə görüşdüm. Hansı ay olduğu dəqiq yadımda deyil. Mən Moskvada olanda onun iş yerinə, yanına getmişdim. Mənə dedi ki, otur, indi evə gedərik. Biraz oturandan sonra getdi evə. Onlar onda Udarnik kinoteatrı tərəfdə, Stramonetny döngəsində yaşayırdılar. Bina qədim evlərdən idi. Tavanları hündür idi. Onların mənzili 4-cü mərtəbədə yerləşirdi. Onda bir şey məni təəccübləndirdi. Biz pilləkənlərlə qalxanda hər pilləkən meydançasında o bütün meydançanın perimetri üzrə fırlanır, sonra növbəti mərtəbəni qalxırdı. Mən ondan səbəbini soruşanda cavab verdi ki, mənim yaşıma çatarsan, bilərsən ürək nədir. Mən onda buna o qədər də əhəmiyyət vermədim. Çünki o idmançı bədən quruluşuna malik, şən bir insan idi. 2-3 aydan sonra Moskvadan zəng eləyib dedilər ki, o dünyasını dəyişib. Bu çox gözlənilməz bir xəbər idi. Mən belə düşünürəm ki, onun sağlamlığına zərbə vuran səbəblərdən biri də bu gərgin yüklənmələr idi. Bax, mənim atam da Hindistanda öz sağlamlığını itirdi. Hindistanın iqlimi Avropalılar üçün çox ağırdır. Orada ağlasığmaz nəmişlik var. Orada yaşamaq çox çətindir. Eyüp İsmayılovichlə də həmin şeylər baş verdi. O da Hindistanda bir neçə il yaşadı. Sonra da Braziliya. Bütün bunlar elə-belə keçmir. O, yeni il qabağı xəstələndi. Yeni il süfrəsi arxasında çox halsız, həm də belə biraz sentimental görünürdü. Beləcə oturub hamıya kədərlə baxırdı. Ona bir səbət göndərmişdilər, bənövşələr. Orada bir kağız da var idi. Anam götürmək istəyəndə o yaxınlaşdı və kağızı götürdü. Oxuyandan sonra sanki özündə olmadı. Elə bil ki, onun gözlərində yaş var idi. Məncə o öz ölümünü hiss eləyirdi. Onun gözlərində nəsə ona aid olmayan ifadə vardı. O nə zarafat eləyirdi, nə də ki, heç nə. Sonra o infarkt keçirtdi və ona qrip diaqnozu qoydular və ona durub gəzməyə icazə verdilər. Xəstəxanaya aparmadılar. Ürəyin arxa divarının infarktı imiş. Bir həftədən sonra isə geniş infarkt keçirdi. Mən həmin vaxt Moskva ətrafında istirahət eləyirdim. Ərim arxamca gəlmişdi. O mənə heç nə bildirməmişdi. Bilirdi ki, məni Moskvaya aparıb çıxara bilməyəcək. Biz taksi ilə vağzaldan evə gələndə artıq mən hər şeyi başa düşdüm. Çünki Staromonetnydə, tində və arkada çoxlu adam toplaşmışdı və mən hər şeyi başa düşdüm. Keçidin ağzında o qədər adam yığılmışdı ki, mən ömrümdə bir belə adam görməmişdim. Bu adamları heç kim gətirməmişdi bura. Özləri gəlmişdi və heç kim inanmırdı. Pilləkənlərlə qalxırıq, adamla doludur. Adamlar aralanır, biz keçib yuxarı qalxırdıq. O qədər adam var idi ki, dəfn eləyəndə bütün Lenin prospekti bağlanmışdı. Neft İnstitutunun aks zalında vidalaşma oldu. Heç kim inanmırdı.
ancaq adamların hönkürtüsü eşidilirdi. Все плакали, все. Onun keçdiyi həyat yoluna nəzər salanda, istər-istəməz düşünməli olursan. Məhz bu cür insanlar yaşadıkları dövrdən, mühitdən, ictimai quruluşdan asılı olmayaraq, fırtınalardan, təlatümlərdən keçirlər. Ancaq içərilərində gəzdirdikləri işığı öləziməyə, sönməyə qoymurlar. Belə insanlar özünü düşünərək rahatlığın naminə heç vaxt geri çəkilmirlər. Adi bir vətəndaşlıq borcu, vəzifə bilərək yerinə yetirdikləri işlər bəzən bütöv bir millətin taleyini, dünyanın simasını dəyişmək qüdrətinə malik olur. Onların yaşadıkları ömrün kökünə varanda, dərinliklərinə baş vuranda, bütün əməllərinin təməlində bütövlükdə insanlığa, bəşəriyyətə xidmət missiyasının dayandığı aşkara çıxır.